Hörmətli qardaşım Səbuhi bəy, sizi və bütöv Azərbaycanı işğal və soyqırım altındakı Azərbaycanın güneyindən sevgi və saygı ilə salamlayıram. Yanvarın 31-idir və tabii ki, devlətimizin qurucusu Sayın rəhmətli Məhəmməd Əmin demək Rəsul oğlunun ad günüdür. Tabii ki, müasir tarixdə demək demokratik cümhuriyyət quran, yəni şərqdə ilk demokratik cümhuriyyət quran dövlət adamımız olmuşdur. Onun üçün onu bugün sevgi və saygı ilə demək anırıq. Tabii ki, bilirsiniz, burada indiki durum nədir? Mən izah etmirəm. Yetərincə hər kəs bunu izah edir. Ancaq mən başqa bir məqama toxunmaq istəyirəm. Sanki qəsdən, bilərək, indi hansı bu Təhlükəsizlik Nazirliyinin demək hədəfi ilə, planı ilə son dövrdə birdən-birə demək bəzi kanallarda orada demək meydan sirləri deyə bir proqramlar ortaya atıldı. Azərbaycan Milli Hərəkatı bilirsiniz ki, demək 88-ci ildə üzə çıxır və meydanlarda milyonlar insan orada demək qatılırlar və bu meydan hərəkatı tabii ki, mən deyərəm Azərbaycan xalqının, yəni o meydanda olan xalqın liderliyi ilə, onların müdrikliyi ilə demək və onların tankın, topun demək altında əzilməkdən qorxmayaraq demək milli mübarizələrinin demək sonucunda böyük bir imperiya dağıldı və imperiyanın dağılması ilə özəlliklə bir çox demək millətlər, dövlətlər demək özgürlüyünə qavuşdular. Eləcə də bizim demək Türkistandakı Türk Cümhuriyyətlərimiz özgürlüyünə qavuşdu. Yəni belə bir möhtəşəm, belə bir yəni nətər deyim, tarixlərə düşəcək, yəni qürur verici bir demək böyük bir hadisəyi gətirib meydan sirlərində nə bilim kim pul yeyib, pulu kim oğurlayıb, kim nə bilim KGB işçisi olubdu, kim satqın olubdu. Belə demək alçaqcasına şeyləri yendirmək bu əslində çox demək qınanılacaq bir hadisədir. Mən buradan bütün o konu ilə ilgili bu mətbuatda bunları sürdürənləri şiddətlə qınayıram və tabii ki, mən Sayın Nemət Pənahlıdan da istədim ki, bir daha Güney adına tabii ki, istədim ki, bir daha belə proqramlara çıxmasınlar. Bizim hərəkatımızı pisləyəcək, yəni aşağı düşürəcək və o hərəkatın liderlərinin haqqında iləri geri konuşaraq bizə burada rüh düşkünlüyü verərək və orada yəni ümumiyyətlə milli azadlıq hərəkatına zərbə vurma yolundakı demək bütün debatlardan, bütün çıxışlardan qaçınılsın. Çünki bilirsiniz ki, Sayın mərhum Cumhurbaşqanımız Əvvəz Elçi bəy həyatını Güneylə ilgili demək sürdürmüşdür. Heç bir zaman onun ağzından Güney düşməmişdir. O bir devlət başqanı kimin bu çox önəmlidir. Bunu Sayın demək Nemət Pənahlı da dilə gətirdilər və proqramlarda bu bir devlət başqanı kimi Güney məsələsini ortaya qoyub bizim haqlarımızı müdafiə edibdir. Bu çox önəmlidir bütün uluslararası səviyyədə və Sayın yenə Nemət Pənahlı da dedilər ki, biz Elçi bəylə heç bir Güney haqqında bizim ixtilafımız yoxdur. Biz Güneydə çiyin-bə-çiyinə Güney ilə ilgili mübarizəmizi aparmışıq. Yenə də eyni fikirdə hərəkət edirik. Onun üçün başqa şeylər lazım deyildir. Bu, yəni bu Güneyin talihinin həll olunacağı və dünyanın böyük bir savaş eşiğində olduğu bir dönəmdə qalxıb, nə bilim, meydan sirləri altında o hərəkatı pisləmək, ona mən kəsinliklə qəbul etmirəm. Onun üçün buradan bütün siyasilərə, bütün Azərbaycan Milli Hərəkatına o dönəm qatılmış, fəaliyyət etmiş bütün insanlardan, bütün mətbuatlardan
bu yöndə, yəni bu dəyişmələrə, bu proqramlara, bu nə bilim nələrə son vermələrini Güney adına istəyirəm və bunu çox təhlükəli bilirəm. Bugün bütün Azərbaycan, quzeyli, güneyli, batılı, doğulu demək bu güneyin azadlığı uğrunda mübarizəyə qoşulmalıdırlar. Çünki Güney demək özgürlüyünə qavuşmazsa artıq Kuzeyin də demək bir dövlət kimi qalmasına bilirsiniz ki, böyük bir maneçiliklər olacaqdır, böyük bir təhlükələr törənəcəkdir. Tabii ki, Güneyin qurtuluşu bütün Türk dünyasının qurtuluşudur. Xəritəyə baxsanız bunu görərsiniz. Böyük bir ekonomi bazanın demək quruluşudur. Böyük bir gücün quruluşudur. Tabii ki, böyük güclü Azərbaycan olaraq demək Türkiyəmizlə birlikdə və bütün Türk demək devlətləri ilə birlikdə və bizə qoşulmaq istər demək Macaristan olsun, istər qardaş demək Japoniya olsun, istər tabii ki, bir çox devlətlər də, Almaniya kimi devlətlər də bizə qoşulacaqdır. Və biz dünyanın böyük bir ekonomi, böyük bir demək əskəri güc dəngəsi olacağıq. Ona görə çox önəmlidir. Mən bunu önəmlə duyururam və biz tabii ki, bütün dəlegələrimizlə, bütün demək bütün insanlarımızla tartışdıq və bu sonuca vardıq ki, biz bunu Sayın Nemət Pənahlıya da ilətdik. Gərəkirsə bütün bu proqrama girib demək bu danışanlardan da biz istəyəcəyik. Biz Güney adına istəyimiz budur ki, artıq bəsdirin, yetər. Azərbaycan Milli Hərəkatının yəni hansı təhlükəli odaqlardan pislənmək istəyir, belə çıxardıb proqramlarda belə o sənədləri ortaya çıxartmaq, nə bilim, nə etmək, bu ona demək, buna təhlükəlidir. Sağ olun, var olun. Mən bir daha Məhəmməd Əmin Rəsulzadənin demək ad günü ilə ilgili bütün xalqımızı təbrik edirəm. Demək, Məhəmməd Əmin Rəsuloğlu Azərbaycan dövləti deməkdir, Türk milliyyətçiliyi deməkdir və onun üçün biz hər zaman bu şəxsiyyətlərimizi, tabii ki, onun o zaman komandası var idi, onun demək ətrafında o dövləti quracaq bir insanların vardı, tək-tək adını çəkmirəm, bilirsiniz, hamısını sayğı və sevgilə qarşılarında baş əyirəm və tabii ki, ardıcıl mən burada nələr baş verir, nə olur, onu da çatdıracağım. Çox təşəkkür edirəm Sayın Səbuhi bəy, sağ olun, var olun.